Hər vaxtınız xeyir olsun. Belə bir gözəl BMW X5 çıxıb satışa. Heç bir zədəsi yoxdur hal-hazırda. 2017-ci ildə açarsız daxil olma var, 360 kamera var, head-up display var. Belə bir BMW X5 2017-ci il dam panorama tam zədəsiz. Ring kod çəkirəm, kimə lazımdır, buyurub baxa bilərsiniz. Salam aleykum əziz qardaşlar. Azan vaxtıdır. Allah sənin namaz qılanların ibadətini qəbul eləsin. Birinci maşını indi özüm çəkirəm. Bundan qabaqkilərində kimsə çəkim qruplardan götürüb atmışdım. Bu maşını soruşublar. Deməli 2020 CLA 352 motor. Maşının probegi cəmi 50.000 milli və 55.000 dirhəmdən çıxır oyuna. 55.000 dirhəmində 10.068 dollar edir. Gəlin maşın qapıları bağlıdır. Deməli Bullmaster falan. Maşın demək olar ki, komplektasiyası panorama var ha. Komplektasiyası güclüdür. 360 var. Heç bir ayra bakı falan atmayıb. Həqiqətən sülej maşını, amma keçək qabaq hissəsini də sizə göstərib. Baxın, qabaqda elə bir zədə falan yoxdur. Bax, görürsünüz, qabaqda hamısı yerində. Lanjiron, bakabin yerində. Deməli, bu maşına, bu kant da deyəsən bunundur. Yox, bunun kant, bu nikel parlaqdır, amma bundan şeydir, nədir, matdır. Deməli, 2 fara, 1 bufer mütləq alınmalıdır. İndi başqa nəsə radar olar, şunur olar falan bu şeylər də alınar. Belə, 2 dənə də kant. Yəni maşında bax bu detala belə kraska. Bir dənə dəyəcək kraska bax bu detal olaraq bunadır. Başqa heç bir detala kraska dəyməyəcək. Gəlin VIN kodunu çəkim, qəşəng maşındır. Həqiqətən qəşəng maşındır. Stoykalı maşındır. Kiməsə maraqlı olsa, bax CLA axtardınız. Bax bomba kimdə CLA. Deməli əziz qardaşlar, bax belə bir Hyundai Elantra 2022-ci il 4100 dollardan 1.6 motor N-Line. Disk təkərləndir, luklandır, koja ya kambirovanlı parça olacaq. Bir dəqiqə gözləyim. Koja parça ilə belə qızdırıcısı var. Start-stop şunursuz zaryadka yığma. Bax belə təmiz N. Drive mode qıraqda. Bax N-Scores başlığı ilə. İçinə xilçika lazımdır. Luk varıdır. Maşın N-Line'dir. Gəlin maşında nəyə bax, deməli maşına bir dənə N-Line'ın buferi elə sadə ilə eynidir. Bir dənə orta abirçovka bunlarda fərqi. Bir də abirçovkası salamatdır. Bir dənə boş bufer alıb. Abirçovkasında çünki N-Line yazısı var. Boş bufer alıb qoymalı. Deməli maşına bir dənə sol kırıl alınacaq. Bir dənə fara alınacaq və bir də bufer alınacaq. Bax bu ekranın da, ekran belə bahalı bir şey deyil. Burada 70 manatdır. Amma bu aşağı hissəsidir. Bu faranı saxlayan hissəsi. Baba bu hissə. Görürsünüz? İndi bunun nə bilim adam var deyir ki, o şeylər orada toxumdur. Bununla inanmıram toxumaq olsun. Bunu buradan zakrevka eləyirlər. Bir dənə buna görə orijinal ekranda dəyişmirlər. Nəysə onun üçün özü qərar verər. Altın kovrik nəcən salamatdır. Maşına bir dənə təzədən patronlik alınacaq. Belə. Birkası 2022 Carfax kodu burada. Maşın kiməsə lazım olsa mən maşını təmiz yoxlayacağım. Maşın water fluid falan olmasın. Bax bu belə 15.000 dirhəmdən 4.100 dollardan çıxacaq. Arxa option led stoplardır. Yəni də Elantra hibrid 2023-cü il 1.6 motor 18.000 4.900-dən 82.000 mil. Maşında qapı, qabaq qapı dəyişiləcək. Sol ayra baxma, sidyen ayra baxar. Plazma pribordu, polnu, fuldu, lukdu, kojadır, stardır. Ambiyansına camından var. Start stop, qızdırıcı, soyuducu. Hər şeydə bir sözlə. Elantranın ən pulu. 2023-cü il 4.931 dollardan çıxacaq. Bir dənə qapısı dəyişilməlidir çox. Elə bir güclü zədəsi yoxdur. Yəni Tayvan boş qapı alsan, bunları yığırsan içinə.